Vaxtınız xeyir olsun, değerli Azərbaycan xalqı. Bu videonu Azərbaycan Respublikasının Müzəffər Ali Başkomandanı Cənab İlham Əliyevə ünvanlayıram. Bugün ayın 27'si 2025-ci il Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov Tovuz rayonunda görüş keçirdik. Görüşü ayın 30'uydu, 27'sine çəkdilər. Mən buradan bir şey vurgulamaq istəyirəm ki, Cənab Nazirin görüşünün məqsədi ümumidir Heydər Əliyevə qarşı olan hörmətsizliyi, Gəncə şəhər icra hakimiyyətinin birinci müavini Tomiyev Səməd və Mahir Hüseynov məni dəfələrlə tutmaqla və ölümlə hədələmişlər. Mən bu görüşü gözümün qabağına alaraq və etiraz olaraq ki, bu məsələnin ümumidir Heydər Əliyev portretinin yerinə qaytarılıb qoyulmasından Gəncə şəhər icra hakimiyyəti inzibati binasının içindən sövmüşlər. Buna qarşı Gəncə şəhər ayın 3'ü 12-ci ay 2024-cü ildə Ali Başkomandan Cənab İlham Əliyevə səsini çatdırmaq üçün öz canıma qəsd etdim və buna baxmayaraq yenə susturdular. Mən bu günləri Tovuz rayonuna gəlmə məqsədim oldu ki, hansı ki Cənab Nazir Vilayət Eyvazova bu problemlər arada. Əgər bu video mənim hər hansı başıma bir iş gələrsə, bu videonu xahiş elə maksimum dərəcədə paylaşın ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyev bilsin ki, Gəncə şəhərində 2-ci Vətən müharibəsi qazisi Əmirov Kamal elan olunub. Tək olaraq ümumiyyətlə Heydər Əliyevin bütün siyasətlərini və sizin onun davamçısı olduğunuzu dəstəklədiyinə görə bir qrup şəxslər tərəfindən tanıma son qoydular.